Bugün birlikte möhtəşəm bir şəkərpare hazırlayırıq. Böyle şərbətli, bol-bol ağızda əriyən tam kıvamında bir şəkərpare. Bunun üçün 3 stakan yarım şəkər tozumuzun üzərinə 4 stakan su, biraz limon şirəsi, yarım limonun şirəsi və bir damcı sarı kök əlavə edərək yaxşıca qaynadırıq. Şərbətimizi hazırlayıb soyudub bir kənarda gözlətdiririk. Şərbətimiz videoda da gördüğünüz şekilde şaxır-şaxır qaynadıqdan sonra altını söndürüb soyuduruq. Daha sonra 3 ədəd yumurta, 1 armudlu stakan manna, 1 armudlu stakan pudra şəkəri, 150 qram yağ, 3 stakan yarım un, 1 paket vanil və yarım qaşıq sodanı qarışdırıb yaxşıca bir xəmir hazırlayırıq. Xəmirimizi hazırladıqdan sonra 2-3 dəqiqə gözlətdiririk. Bir qıraqda özünə gəlir bir 5 dəqiqə. Daha sonra isə balaca yumrular, xəmirlərin kündələr qopardaraq istədiyimiz formanı veririk. Mən gül formasında hazırlamaq istədim. Bunun üçün gül formalı qəlibdən istifadə etdim. Daha sonra hazırlamış olduğumuz şəkərparəni yağlamış olduğumuz listə yerləşdiririk. Bütün şəkərparələrimizi hazırladıqdan sonra 1 ədəd yumurtanın sarısının üzərinə biraz duru yağ əlavə edib, mümkünsə 1 saat əvvəldən edirik. Hazırlanan qarışımı şəkərparələrin üzərinə yayıb, daha sonra üzərinə vilka ilə cızıqlar atıb 180 dərəcə əvvəlcədən isitdiyimiz sobada 20-25 dəqiqə altı üstü bişənə qədər qızardırıq. Hazırlanmış şəkərparelərimizi sobadan çıxardıb maynar halda olan şəkərparələrimizə bu əlavə edib zövqümüzə uyğun olaraq fındıq, qoz və ya püstə ləpəsindən də üstünə dekorasiya edirik və tam özünə gələnə qədər gözlədirik. Daha sonra isə nuş edirik.